Hansı məntəqəyə? Deməli, baxaq tapşırıqlara. Birinci Murada. Murad, sakit. Niyə səs verirsiniz? Vay aman. Kimdə? Bu nədir? Hə. Yox, hə, yox. Xalar, ulduz selektoru nə üçündür? Nə bilim? Nə üçündür ulduz? Bilmirəm. Nə üçündür? Ben bir şey yerim. Kalınca. Hə, nə üçündür ulduz? Nə üçündür? Ben hepsileri seçelim sandım. Yox, JavaScript-i çağırmazsın. Seçdirmənin içində şəkil belə fırlanır. Fuadı kaybolur lütfen. Ben ne yaptım orada? Ulduzluğu ben yaptım. Oldu dedi. Sən yəqin eğitim müəllimi belə yazır. Yaxşı. Ulduzu bilmirsin, mən sizə növbəş keçim. İbrahim mənim göstərməyib sizə. Göstərməyib əli. O kısmeti seçim. Ben dersi yapmıyorum. Yaxşı video nə üçündür? Video rekord. Video rekord nə üçündür? Bakmak için. Şaka evet ben de sizden buradaydım. Ama yalan başlarsa o da gibi. Ben buradaydım hemen. Buradaydık. Yaxşı burada olmadınız. Ayxan, burada olmaz. Video nə üçündür? Az qalır. Yaxşı, bundan sonra YouTube'da olmasa video işləmək ehtiyac yox. Oradan axır baxarsın. Yaxşı, video niyə baxmamısan axırıncı video? Bax, YouTube'dakı. Link atılmır. Açılır müəllim. Bu nədir burada? Yaxşı, bundan sonra valideynlərinizə deyərəm. Onlar sizə deyər, siz də baxarsınız. Yaxşı. Bağlı konferi. YouTube vaxtıdır. Deməli, baxsaq buna. J-School məktəbası niyə yazıb? Necə yazdım ben? Süper. Möhtəşəm. Sən itib batırsan buralarda. Sən zipləməsən göndərə bilmirsən. Discord heç nə götürmür. Discord. Zip hər şey lazımdır. Zipdir, rardır. Bu nədir? Gələcək parla. Sakin. Nəyə gülürsünüz? Bilməlidir. İndi sənə tapşırıb baxarıq. Onda laf gülərik, yaxşı? Gəl, Əhmədə baxaq. Əhməd nədir Ayxana? Onu da gülmür bə. Oy, ne çok şeydi. Ayxan burada yazdın tapşırıq. Nədir yox? Balı komiteri. Sakin. Neyini? Ben sana tapşırıq göstərirəm. Neyini? Məndən baba. Sakin. Uşaqlar, qışqırmayın. Oldu. Heç onu tam işləmir.
Ben bir açıdan fark var istersen. Bir de ağlı düzələcək. Bir tanesi. Sən baxan Arifə. Arif adam. Ağaç yeni seçmişler. Nəsə şəkil gördüm orada. Ekran şəkli. Ay Allah, bu ara getdi. Hə. Qəşəng. İstəyir də. Benimle yukarıda başlık var. A, düzdür. Başladı niyə yazmırsın? Bir Ha. o harfleri tayla yapıp. Buna bax. Kaç bir? Benim basılığım. Kaç bir? Text emanet. Meyve kaldı. Aqua. Ha. Ben tek derginden istifade etmişim. Olsun öyle de olur. Bu yapıldı. Elə işləmədə yazmalıyım Naşbili. Yaxşı. Annemden, takımdan. Ya sana şu tapşırın qəbul olunur. Neyini yazım yoxsa yox? Yazı böyle şey sadece kaç kez bir tane kapağı var. İçinden kapağı var. Ekran var. Şey bir gözüm tavada. Ben psikolojik ekran. Biz de ekran var. Niyə ekran paylaşırsın? Ben orada sanırım. Ben olma görsem. YouTube o. Şey olarak ama matruşka. Ha. Anlatırsın sizinle nasıl? Matruşka. Şəkilin bir dənəsi var. Bir daha İşte. Yox, iki dənə şəkil qoyub, hə. Şey var. Anne size koymalı. Mənim başlanğıcım. O arkası. Ben bunun arkasında orada Yeni Yanına bak. Windows'dayız sonra. Bax, Azərbaycan dilində. Görsən, P-nın sağındakı. Orada açıldı ya. Sən inşallah buradan yazaq kodu. Hə. Şu. Başlanğıcım. Bir anda H1 yazlar, bir dəqiqə dil çevirir. Bir. Shift. Ötərizə, enter. Planşetlər üçün. Şu, hazırdır. Bir anda şu hazırdır. Ben böyle 400-200 lira bir şey. Vay 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 vay. Hocam bunu da tepeyim. Əslində o şəkil çox asan deyil. 400 x 200. Güzel, orada tutacağım ben de. Abi yok. Ben de. Evet. Ben yemem bir sen yemem. Şuna bak. Tam türlə bağlıyım. Amerika'dan Bəli. Şimdi yok. Alfancı dersi dersinde kullanıyorum ama yani hangisi benim? Gözlə. Nə məsələdir? Əhməd, Arkadaşlar ben. Ne mesela? Ben terbiye yaptım. Nasıl terbiye? Ayxan nə məsələdir? İnci yapmadık mesela yazımda. Yox. Onu bilirəm təzədən yaza bilərsən. Amma özün yazmısan dünən yoxsa yox? Özün dünən. Dünən özün yazmısan yoxsa yox Ayxan? Ayxan, Ben yazmısan dünən özün? özüm yazmışım. Yalan danışsın. Yalan danışsın. Yalan danışsın Ayxan. Ben bizlerle sözüm masajım değil. Asabətən qatır. Baxın bir dənə Ayxan tapşırdı. Falan Hə, nəysə Ayxan da belə getdi. Ben size yazarım. Mən yazma. Sən blok atacaq. Yaxşı, mən səni yazıram, kəsdə. Ben bir tane yazdım. Salam. Bir tavuk. Salam bir tavuk. Ne geldi? Geldi. Ne yaptı? Tamam. Aa, bağışlayın. Batı bir.
Neye attın? Sen Eynək atmısan heç. Ben beton ucuna bak. Deməli, mən Fuadın tapşırığına baxmadım, düzdür? Fuad? Ben çözdüm. Bir də şeylə. Söyle. Kimdə arzunu? Ay zor değil. Bizdə niyə belə A göstərdik mən? A yanında. Məndə? Yox, baxın. Değerli bak. Mən var, bir də Yavrum, niyə elə görünür bilməm. Nerede görsen de. Hazu. Hazu nədir? Yavər də gördüm orada. Yanlış. Yanlış. kimdə var? Ya. Ya. Oh my god. Bu bir background bir şeymiş. Placeholder. Baxın ya nə yazmısan? Bu iki tek. Linkdə problem var. Zaten bu hemen. Ben şöyle konuşayım. Mən sizə link atmışam. Dur bakayım. Orada. Link onda işləmir. Link işləmir. Hadi. O link yaptım. Evet. Sen ne? İşləmir. Siz yoxlamadın link şəkil göstərir. Attı. Yaxşı. Ben falan göstereyim diyorsan. Hı. Bu ben aldım. Şaşırdım. Nəysə. Benim ya Şeyini. Nə? 60. Baxaram. Baxaram. Nə atmısan? Ay ne lazım diye araba. Ne yapayım ben? Bir akşam getirdiler. Sakit. Sakit. Fuad səndə hansı idi? Öz adındır ha. Bu hafta yükselteceğiz. Zeyn. Sakit. Telefon. Nə olub? Şey, просто перебачь за Ay bir baş ayağı yerin var. Ayağı başını yerin. Onu da sənə qarışdırır. Orası düz. Bu yuxarıda olmalıydı. Bu ortada, bu da aşağı. Neymiş oldu? Hiç onu değil. Fuadın. Yaxşıdır. Qəşəngdir. Sen de başını verin. Allah aşkına koyalım. Əli mənim, gəlin oturun burada. Hə. Nə demək? Yadda saxlamaq? Yox, burası yazılış forması yadda saxlamaq kifayətdir. Onsuz da bir müddət işləndən sonra rəngləri hamısını görürsən. Yox. Nasıl zaman? Nəysə, sakit. Pepe. Növbət dərsimiz. Bu ilk dərsimiz flex. Yoxsa yox? Bir dəqiqə, yox, flex deyil. Evet. Bir dəqiqə. Onda ikinci aydır. Aha, yaxşı. Bax, biz bunu keçdik. Düzdür? Onlar hamısı keçiblər. Yox, çox. Uşaqlar, hamı baxsın bura, dərsə. Ölçü vaxtlarına nə qədər bilmirlər. Yaxşı. Backgroundları keçirik ilk öncə. Backgroundlar nədir? Index.html, style.css. Şuna. Buna qoşaq. Bir dənə burada, bir dənə formada. Güzel, getmiş. Güzel uşaqlar, bizdə var idi. Ayxan. Bağla demişəm. Ayxan bağla. Zeyni, bağla. Yox. Ayxan. Başlayaq. Deməli. Uşaqlar, sizə İbrahim mənim background color keçmiş, düzdür? Nə idi background color, nə üçündür? Ay, sağ. Bir dənə div yaradaq. Class verək. Box olsun class. Yaxşı, ulduz nə üçündür? Ulduz uşaqlar. Hədə, bu mənə dedilər. Bayaq da soruşdun, ulduzu.
Ne o sıkıntı var. Oldu uşaqlar. HTML olan hər bir elementi müraciət etmək üçün istifadə olunur. Nə deməkdir bu? Məsələn, ucun içinə yazsam color red. Bura baxın. Bura bax. Her şeyin oldu. Ucun içinə color red yazsam, mən HTML-də nə qədər yazı yazsam, hamısı qırmızı rəngdə olacaq. Məsələn, A tagində yazaq. Hello. Nə qədər olsa, hamısı olsa qırmızı rəngdə. Shift Alt aşağı ox düyməsi. Bundan sonra belə eləyərəm. Nə oldu ki? Aydın oldu? Ulduz nəyə görədir? Nəyə görədir? Murad. Yo, hər şey sıfırlamaq deyil. Her şeyin Deyən, her şey seçmek için. hər şey müraciət edir. Her şey. Aha. CSS-də hər hansı bir elementi müraciət edir. Səhv deyirsən. CSS olur. Uşaqlar, mənim reset CSS göstərdi bunlara. Reset CSS. Yetərlidir o qədər, yoxsa yox? Hə, məncə yetərlidir. Hə, sür. Deməli, uşaqlar, bizdə, bax, məsələn, mən bir dənə HTTP yaradıram. İstəyən dənə yazı yazıram. Fikir verirsiniz, avtomatik CSS-dən heç nə yazmamışam. O heç. Bax, buradan yuxarıda məsafəsi var. Buradan və soldan. Gördünüz? Bunun səbəbi nədir? Yəni, baxsan, Hadi. Browser. bilirəm padding. Browser, açsal. Bax, gəlib üstünə vursan. Ümumiyyətlə, mən gəlib bura baxsam, burada mən nə görürəm? Aa, video oluşturublar ki. Hardaşam? Hə. Hə, bunu deyirdim. Güzel. Deməli, uşaqlar, fikir versiniz, avtomatik məsafə verir browser. Onları sıfırlamaq üçün biz nə yazırıq? Və siz bu kodu hər bir layihədə yazacaqsınız. Sakin. Margin 0, padding 0 və box sizing border box. Nə üçündür bu kod? Götürməmisiniz box sizing border box'u. Necə eyni qalacaq? Niyə oxumursunuz? Hə? Ben bilmem. Nədir? Ben box yanı kutuda. Kutu saydı. Boxlar eyni olsun. Ay, yəni ay. Yəni, hə? Mənim belə eyni olsun. Ben böyle bir araçta Border, hə? Border. mesafe yok. Görmüyorum. Deməli, uşaqlar, davam edək sonra. Nəyə? Box sizing border box yazdıq. Sakin. Atabilirsin. Təbirdən çıxamayın ama. Atabilirsin. Nəli var ki? Ne yapsa olsun da koy. Nəyin? Yani bize sonuçlardan değil. Yanında ayran olsun. Gerçekten. Öyle de böyle. Bax, girirsən bu sayıda. W School'a. Girsən buradan axtarırsan. Biraz öz vəziyyət ver. Güzel ses verdik. Sen de yazdın bize. Yo. Dinçin ben. Hə. Hə. Nə olur? Hə, Əhməd. Elə şey görmürəm, nə deyirsən ona? Belə gözləyir. Yox, elə şey olar. Yox. Zəhmətdir, yox. Bura baxın. Başlar yemeğe başlıyor. Yanında. Elşən, yanında, 2 dəqiqə. Yaxşı. Bu yazın altına xətti necə silirəm? Altına xətti necə silirəm? Xətti necə silirəm? Bir dəqiqə. O mənim gəddəsini göstərmir sizə. Bu kodu görməmsiniz, text decoration'dan. Hə, çox yaxşı.
Mənə buna İbrahim müəllim başlayırlar. Deməli uşaqlar, bizdə hər bir yazının vəziyyəti var. Məsələn, A teqinin. Text, decoration. Nə deməkdir? Dekor edeyim. Aha, Bəzi. bəli. Ben bir Əslində bu hal-hazırda heç bir şey yazmadığımız vəziyyətdə underline-dır. Altına xətt. ben alttan kat değilim. Ben under. Aşağıda. Heç kim yerindən danışmasın. Mən mırtdaşam, pis mırtdaşacam ha sizlə. Ağlaya-ağlaya çıxacaqsınız sonra burada. Anladım. Benim ki, demem. Allah Siz razı də bayca görsün. Tut, Ben gitmedim ki onlar da girdi. tut, tut. Burada. Ama ben Dur. mesela kaldınız ben. Hayır, hayır. Duran. Tamam ne işi? Dur, dur. Tamam. Hepsi de olmaz. Oturmuş. Underline altına xəttdir. Var sonra overline. Üstən xətt. O, yuxarı yapışdığına görə getdi. Şey, mesela ama ben Yaşlılar- şansın diye. Ben Mersin'in. Ha. Merci. Mən sizə top vereyim. Mən sizə top vereyim. Yukarıda. Top nədir? Merci. Məsafəni sıfırlamışdı deyə şahane. Şöyle görsem bir arkadaşım. Bax, Ne işi yani? Oh my god. Sonra ne işi? burası var da. Lazım olsa işte. Overline. Bir de var. Line through. Ben görmemişim bunları ama hiçbir sayfa. İndi öyrəndim. Yok Hə, sayfalarda. saytda yox, istifadə olunmur o qədər çox. Bəli? Nəyi hardan öyrənirsiniz? Video səsinə baxacaqsın. Video nə üçündür bəs? Tamam. Çok rahat oldu. Ve daha rahat oldu. Ən çox. Rahatlıqla şey öyrənirlər, şey. Biraz əziyyət çəkmək lazım. Olsa da kaptan futbolda Sen bakalım. Sakin. Bir var line through. Line through nə iş görür? Düz sözün ortasına xətt çəkir. Deməli var, nə? Underline. Nə idi? Altdan xətt. Bol bunlar. Yenə görürlər. Var overline, var line through. Adətən uşaqlar, bax bizim sıfırlama kodlarımız var ha. Margin 0, padding 0. Adətən bura bunu da əlavə edirlər. Text decoration-danı. Niyə? Çünki bütün ATG-lərin altına xəttə olmasın deyə. Lazım olmur ona görə. Mavisini de sileydi. Mavisini ancaq gəlib belə edə bilərsən. Ancaq belə. Böyle yaşlı. Ancaq belə edə bilərsən. Başqa bir heç. Bakardan ben link üstüzeydi. Əlbəttə gedəcək. O burası görüntü üçündür. Amma sən getsin bura. Məsələn, açıldı bu formada. Yaxşı, bu nə üçündür? Videodan baxarsan. Ondan sonra videoları buyurun. Aha, göndərirəm. Nə olub şey? İşləfə yadında qalacaq. Niyə qalmır? Evdə çox işləməlisən. Mən belə öyrənə bilsin 2 saat işləyirdim. 10 saat, 11 saat öyrənirdim. Ancaq. Hə. İnanmırsınız? 10 saat, 11 saat. Nə üçün target plan? Yaxşı. Target plan nə üçün onu denəm deyəcəm. Yani oraya şeylerinde targetler. Hedefi oraya olsun. Həri. Bəli, Dəfə baxan adam gülmək də çıxır, hə, biraz. Hə? Bilirəm. Deməli, nə iş görür target plan? Üstünə vuranda, yox. Üstünə vuranda geri tabda atır. Amma ki, bu olmasa, Öyle o tabdan sonra. bu olmasa burada atır. Blank yerine başka şey yazsa yine blank olmalı. Doğru. Mütləq blank olmalı. Blank tutmaq içində. Aydın oldu?
Şu. İndi gələk backgroundlara. Bir dənə div yaradaq. Elə qalsın belə formada. Bu divimizin nəyi olacaq? Div width 400 piksel, height 400 piksel. Background qalır. İlk özellik, hə? Lavanda background. İlk özellik background qalırdı. Background özelliği. Nə üçün? Laptoplara rəng vermək üçün. Yaz da lavanda. Lavander. Lavender. Lavanda onları. Lavanda dedi de o. Orange. Ən zor. Sonra ne? Deməli bu arxa plana rəng vermək üçündür. Sonra bizdə nə var? Gradienti indi göstərək, yoxsa sonra göstərərik? Background vardı yani gösterler. Elə onu yox soruşuram. Jipsin şeyine en güzel kopu ekledim. Hüseyin Koftası daha uygun. Renk şartı. Sıcak da. Yo. Bu sırf narıncı o sabit. Sonradan dəyişib o. Ona görə. Sonra Narıncı olur. O sarı ilə. O da ben de işte. Yaxşı. Deyərəm. Çatdıraram. Deməli, uşaqlar, biz arxa plan rəngi, bir var ki, burada bir dənə rəng verək. Bir də var ki, olsun gradient. Yəni rəng verək. Bir çox rəngdən ibarət. O necə veririk bura? 10 red. Orange red. Sakit. Bizdə bu adlanır gradient. 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 Bu ben. Yox, gözlə. Flash. Gözlə. Və gradientin iki növü var. Var linear gradient. Yəni ki, bir xətt üzrə. Bir də var radial. Radial necədir? İndi radial göstərəcəm. Biraz fərqlidir radial. İndi nəyə? İlk öncə baxaq liner'a. Yaddan çıxdı. Background imajda verin. Ya da background adı verilməli. Ha. Liner gradient. Deməli uşaqlar, biz burada istədiyimiz qədər rəng verə bilərik. Necə olur? Yazıram orange, tutaq ki, blue, red, green. Yazdım bu rəngləri, düzdür? İndi baxaq. Uy. Formada bir şey alır. Və uşaqlar, biz burada təyin edə bilirik ki, rənglər hardan hara doğru getsin. İndi necə gedir? Yuxarıdan aşağı doğru, düzdür? Dedi aşağı. Şey dedi. Bəli. Tersine de yapabilir. Yolun var. Necə tərsinə? Mesela sırf demir yaşa bunu yaparsın. Aha, Gri. Acaba onun başka tersine değildi. aha. Ne bileyim. Hə, rənglərin yerini dəyişək. Benim yerim değişti. Yox, mən nə demirəm. Hə. Bu, buradan başlasın belə. Soldan sağa düzülsün belə. Yuxarıdan aşağıya. Yani böyle kaçış olmuş. Onu necə edirik? Hani poz reçeler var. Nəyi boz eləmişəm? O Bu kommentdir. Neyse. O yaşlı neydi o? Yani böyle de şey gibi. Ben bunu açıyorum. Mən İbrahim müəllimə qəşəng ürək sözlərim var. 10 dəfə soruşdu bu arada. 10 dəfə soruşdu, o da böyle başta telefonu soruşdu. Niyə öyrənmirsən? Kommentdir də. İngiliz Hə, nə üçündür? Ben istediğimiz yere ya kod sayalım. Deməli, bunu sola yaxşıdır, hə. Demək olar. Deməli, sakit. Bu istiqamətini təyin eləmək üçün bura yazıram left. Yazdım, düzdür? Ay, yox. sana ver. Belə idi mi? Top. İndi bura left idi, yoxsa qabaq tərəfində idi? O qədər istifadə eləməmişəm ki. Hani fazla geri kaçmalı. Yox, belə deyil. Sola git. Bana da sola ver. Ekranına şey. Derecayla yazdım bir adam. Formada. Yok, 45 değil. Hə, şey. İngiliz. Hə, hə. Uy. Sonra 90. Grup alma benim. 90-da soldan sağa. 80 nə olacaq? 360. Ben 360 yazdım. Fərqli olur. Başını çıkarmışsın. Mən istəyirəm tərsi. Öyle fikirleşmiş. Nədir? Değil. 360 dərəcə. Bu dərəcə deyil. Geride var. Yok. Hadi yapın. Geride. Altı. Əks olur. İşte. Böyle şey oldu. Bax, sakit. Mouse üçün niyə o basır? Niyə?
Bax, sildim bu formada, düzdür? Mən bunu ne deyirəm ki, tərsinə çevirsin? Bir də mənə deyirəm. Mənim Üstəysən. Yaxşı. Ben şu. Üstəysən də eyni olacaq. 3 saat. 63 fərqli olacaq. 90. 90. Başa düşmədin? Hə. Abi şey bitti. Adamı belə sayır. Ne deyim? Ne hep sayfalarda bunlar. Ya, çox işlənilmir. Çox işlənilmir. Yox. Bu uşaqlar liner gradiyentdir. Aydın oldu liner gradiyent. Və hətta siz burada nə edə bilirsiniz? Hər rəngin yanından neçə faiz hissə tutacağını təyin edə bilirsiniz. 50%-ni bu tutsun. Orange, yarısını. Qalan nə qədər tutsun. Məsəl üçün, jet school başımı da bilmirəm. Yoxsa elə Yox, orada Photoshopla cəhilləri, sessiz düzəltmir. Sessiz şəkil düzəltmir. Adam zülüm deyir. Aydın oldu liner gradiyent. Yəni nə də gedir? Bir xətt üzrə gedir liner gradiyent. İndi gəlir radiala. Amansız bir şey düzeltme vardı. Aha, elə bilərsən. Gəlir radiala. Azərbaycanla çevirsən. Xətti gradiyent. Yox, gradiyent demirəm, ümumiyyətlə. Xətti. Mən Bir xətt üzrə. Bilmirəm. Red. Bilmirəm. Ağır. Orange, red, green. Yazdım, düzdür? Bu necə gedir? Bu Mənim bu dünyanı sevirəm. dairə formasında açılır. Dairə. Ortadan başlayır, genişlənə gedir. Nədir? Şey yox şöyle. Ay, sana deyəcəkdim elə. Bangladeş. Sıcaq. Məsələn sonra blue. Müxtar, yəni bura ürəyi istəyən qədər rəng yaza bilər. Çox oldu. Aqua yazdım, aqua. Aqua. Lavanda idi, neydi? Tamam. Sonra black olsun. Purple. Uy. Oldu. Fərqli bir şey oldu. Mənim bu Bir izah edə bilərəm. Yaxşı, gəlin nəydən başlayaq onda? Birinci başlayaq iki rəngdən. Başınız qarışmasın. Yox, bir dəqiqə. Hər şey bax. İki dənə rəng vermişəm. Orange və yaşıl. Necə gedir orange və yaşıl? Yaşıl. Birinci orange başlayır düz ortadan. Bəs sənin də sarı olur. Ətrafı belə olur. Birinci doğru. Orange. Yox ya. Hə. Background da yaşlıdır. Aha. Sarı da bu. Background yaşıl deyil. Ən axırda rəng budur deyə belə görünür. Sırasına baxdım. Sıra ilandır. Bax, məsələn, mən bura blue yatsam, blue ən çöldə olacaq. Yəni sarı deyər işte də. Bəli. Birinci yazdım. Səbəb də. Birinci yazdım. Birinci çünki onu yazmışam. Ona görə ortadan başlayır. Aydın oldu? Hə, yeni sualı ver Ayşan. Mənim bir esnafı kəsə bilərsiniz. Keçdi. At the space, go to Venezuela, Felicius, Olsun. Angola. Onlar nədir? Onlarına 11. Bu lazımsız bir şeydir, heç ehtiyac yoxdur. Bax, burada mənə göstərir ki, line 11. Sən deyir 11-ci sətirdəsən. Dəyişib 12 eləsəm 12 olacaq. Koymadım. Hə? Koymadım. Constant. Mən sevirəm expression deyir yəni. Nə işə yarayır? Bax, mən məsələn burada bir dənə dəyişiklik edirəm, düzdür? Deyirəm, tutaq ki, red olsun. Mən buradakı dəyişikliyi görmək üçün edirəm, gəlin bunu yeniləyirəm, düzdür? Amma live serveri qoşsaz, necə olur? Bax, bunu qoydum bura, bu da burada. Ben live server'a bakmam. Baxın indi buna. Özü yeniləyir. Məndən bunu var keçdim. Hə, qəşəngdir. Excel şunlarını görməmişsən, göstərməyim məni. Mənim məncə şahidi tapıram. Yüzü sorunlarda 60 gün. Oradan? Hə. Hə, Mən extensionları özüm tapmışdım. qəşəng. Təbii ki. Benim sizin şeydeki biraz araştırdım. Sizin bu şeyimiz var ya, indeksleştirmenin Logosu. ikonu. Aha. Onu tapdım. Material icons endi. Material icons. ikonu. Hə, material icon yazsan gəlir. İnşallah ifadə fasiliyə çıxar, qaydaq. Başa düşdünüz bu gradiyenti? Ayxan, Bəli, Başa düşdüm. nəyə baxın diye. şey, nə gradiyent? Radial bir də Ben ya ben. Aysa. Deməli. Bunu bildiniz. İndi keçək nəyə?
Yox, atmayasın. Asaddır. Çox asan. Keçdiyim şeylərdən soruşasan. Nə keçmişəm? Siz iki tane Altı hükümet vermiyor. Bu işlemiyor. Siz çekiyorsunuz. Sonra Apşikova. Soru Sor. Şifayı. açık sağ. Hər aya 10 sual. Ha. Deməli, sakit. Yani 5 tane. Sakit. 100. 100. Tamam, son. Все? Aynen. Deməli, bildiniz qradiyenti. İndi keçək image-ə. Ben 800. Ne oldu? Ben Başa düşmədim. orada Sakit. Bax, şəkil götürək. Amma necə şəkil istəyirəm? Balaca bir şəkil. Bax belə. Belə bir şey. Uşaqlar, sakit. Bağlı kompüter dedi yapsana. Bağla. Hansı? Hüseyin çıktı. Bu. Atarım. Deməli uşaqlar, biz şəkli arxa plana qoymaq üçün iki yoldan istifadə edə bilərik. Bir şəkli yükləyə bilərik, Bir de linkten haber. bir də linkini qoşa bilərik. Ben bir Artıq danışmayın. Artıq danışmayın. Maraqlı mı ol? Atdım bura, götürərsən şəklə. Ayxan. Ben danışmadım. Deməli, şəkli iki yolla qoya bilərik. Link və yüklənmə vasitəsilə. Və indi qoyacağım linkdən. Necə edirik? Copy link adres və yaxud da ki, resim adresini kopyala. Sıkıntı eylem. Bir fotoğrafdan attım. Ay, yox, nəsə. Resim adresini kopyala. Gəldik nəyə? İndi mən bu divə arxa plan şəkli olaraq vermək istəyirəm bunu. Necə edirəm? Hə, bunu böyüdək. Bunu yığışdıraq burada. Gəlirəm divə. Biraz deyirəm, nə edirəm? Background, image. Yazandan sonra nə yazmalıyam? Mən bura yazmalıyam URL. URL yazdım. Bu değerli. Yazdım, mərkəzə qoydum və mən bura həmin şəklin linkini atıram. Oy. Amma necə? Dırnağın içində. Dırnağın içində. Yox, nöqtələşmir. Yanında deyil axı. Yox, linklə. Hə, dırnaq. Atdı dırnaq. Ben Ben sınavdan niye göre ya? Çünki belə düzəldiblər. Etkilənmərik. Və şəkil görünmür. Şəkil görünmür. niye? Niyə? Çünki bizim divin hündürlüyü yoxdur. Düğün Hündürlüyü, eni yoxdur bunlar. Biz rahi. Bax, bunun iki yolu var. Ya həmin elementin içinə bir dənə yazı atarıq, belə. Tamam. Bax, burada göstərir şəkil. Uydunu buydu. Ya da ki, belə eləyərik. Gələrək divə. Biz yazıram. Bir dəqiqə, nöqtə vergül, nöqtə vergül qoymamışam. Bax. Yazdıq biz. Nə oldu sen? Height yazdım, 400 piksel. Yazandan sonra gəlib baxıram, şəkil buradadır. Amma şəklin ölçüsü düzgün deyil. Düzdür? Şey atıldı. 2600 Bax, bunun iki yolu var. Ya pikseli artıra bilərik. Bax, mən istəyirəm ki, sakit. Mən istəyirəm ki, bu pikselin içinə yerləşsin bu. 100-ün 100-ə. Nə etməliyəm? Gəlirəm, yazıram. Background. Background. Position. Yani Bunun müxtəlif dəyərləri var. Left-i var, right-i var, top var, bottom var və bizə lazım olan centerdir. Yox, məndə extension'dır. Extension görürüz. Necə? Gəldim, refresh edirəm, şəkil buradadır. Hələ də yerləşməyib içinə. Düzdür? Yenirəm. Yazıram background. Size ölçüsü. Cover. Yəni ki, sən olduğun elementin ölçüsünə uyğunlaş. O deməkdir. Gəldin, bax, Değmenim oldu da. sən sol qoydun. Bir de bütün.
Benim için toz tersi. Ha. Ben böyle bir şey değil Ben de mi? İnşallah. Center. Nədir? Center ortalama 4. Bax, deyirsən. İndi bu şəkildə bilinmir. Bax, bu left olsa gör nə olur? Sollu. Dəqiqə, cover-ı götürək, deyəcək. Evet. Əslən sən nədir? Şəkildə bu tərəfi görünür. Left səsini ver. Lefti verir. Amma sən gəl bir dənə bu şəkli qoyaq. Bunu. Arxası falan var. Aha. Rahat görək. Linki yığışdırıram burada. Atıram bura belə. Bax, Benim şəklin arası görünür. Şəklin, bax, düz bu tərəfi görünür. Fikir ver. Çünki mən bura nə yazmışam? Left yazmışam. Center yazsan, şey, Tam ortasına düşüyor. nə çıxsan ondan? Tam ortasına düşüyor. Arxam mənim baxır. Əhməd. Hə, bax, center yazdım. Düz şəklin ortasını göstərir mənə. Hansı hissəsini? Bax, bu hissəsini göstərir. İndi mən necə edeyim ki, bu hissəsini... Ay, sağ ol. Front size, cover. Yazdıq. Onun üçün yerləşir. Görsətmən belə. Necə O center? şey Əslində bu formada center ehtiyac yoxdur. benim Aslına bak, bak. Tamam. Ne diyeyim? Dərsə niyə baxmırsan? O evvel ben bizim gruptan değilim. Ben ders. Bura baxın. Bir dənə biz Aydın oldu yoxsa yox? Ben işte tutuyorum. Böyle nasıl sıfırlıyorum? Aydın oldu bu? Əkram nöqtəsi. Bəli. 100%. Yaxşı, mən bunun içində yazı yazsam nə olacaq? Yalnız da üstünde de. Yox, Üstünde. üstündə olacaq. Gidim be. Bilirdim. Və siz bunun ölçüsünü nə qədər böyütsəz, nə qədər böyütsəz. Həmişə içində yerləşəcək o. Həmişə. Çünki niyə? Nə yazmışam? Background size cover. Bunu yığışdırsan, belə olacaq. Buyur. Benim kontak cümleler de sadece düzdür. Yox. İncisi bir şey. Xüsusi ifadələrdir. Hə? Xüsusi ifadələrdir. Tamam işte. aradan zapma. Sakit. Nə tayfa durmasın. Ömer'in kimse Öyle. benden hoşlanıp korkmadı. Ona rahat dinliyor. İndi belə bir şeyə çataq JavaScript-də. Ha. JavaScript-də çataq. Ondan sonra görəcəksiniz. Aydın oldu bura qədər. İndi şəkil dəyişir. Hə, hamısını keçirdim. Ondan sonra Ondan sonra bir sınır. Naya brata? Hə, kurs oxusanına qədər. Təəssüf ki. Akademiyada yox, dərsimdə. Sorular Buyur. Yes. Noyabrın neçəsinə qədər? Bəli? Noyabrın neçəsinə qədər? 22'sine. Sizin kursunuz nə vaxt başlayır? Aynı siz başlayır. Ne yapalım? Yani 22'si de 30 zaman var. Hə, şey oldu. Neçəsi? Beraber 28 başlar. Mən noyabrın 25-ə gündür. Təbii ki. Yaxşı, sakit. Bax uşaqlar, şəkli qoymuşuq, şəkildə problem var. Nədir problem? Kəsmikat eləməyin. Şəkil təkrarlanır. Bəli. Niyə? Çünki şəkil bura yerləşə bilmir. Nə yazmışam? 100.200 piksel, height'ı 800 piksel. Şəkil yerləşə bilmir. Bax, hətta aşağıda da var. Bu necə edilir ki, şəkil təkrarlanmasın? O şey o. Onun üçün, Bir bir dəqiqə. Bax, təkrarlanır. 4 dənə də burada. Onun üçün nə edirik? Background, repeat, no repeat. Arxa plan təkrarlanmasın. Bir dənə qalacaq. Amma ki, bu vəziyyətdə də hansı kod yazmalısınız? Background size cover. Yazsaz, yazdığınız ölçüsünü tam götürəcək. Başa düşdünüz? Ben normal standart bir seviyesine ne Baxın, nə versən? Ümumiyyətlə saydım. Hər bir Saydım yemək 100 fərqi faiz yoxdur. icriydi mən. Necə? Mesela hep sayı düzelttim ben. Aha. Neçə faiz 100 faiz icriydi. Aslında biz nə səbəb verməliyik ki 100 faizdən normal görürük. 100% yazsın, 100% olsun. 100 faiz normal görürük. Bax, məsələn, ekranlar məsələn fərqlidir də, düzdür? Ha. Ekranlar fərqlidir, düzdür? Bax, da ki, birinin ekranı 1400 piksel, birinin ekranı 1200 pikseldir. Sən bizə 100% yazsan, həmin element, kimin ekranda açılıbsa, həmin piksel qədər tutacaq. 100% o deməkdir. Hə, standart bütün cihazların standartları. 100% 50% yazsaq, tam yarısını tutacaq. Aydın oldu?
Sonra. Məzun, Pərin bunları keçmişsiniz. Düzdür? Onda backgroundda başqa heç səlam yox da. Bir dəqiqə. Origin clip ehtiyac yox. Repeat deyə onu göstərdim. Çox. Sonra. Gözlüyüm bir dənə baxın gör. Önəmli mövzu varsa onu keçməliyik. Borderlər. Bilirsiniz borderlər? Sual verir. Buyur. Siz yani. Aspektin gösterişi nokta İkisi. işte. Bir sözcüsü. Onu da bilirəm. Onu da Python bilirəm. Sizin məndə neçə yaşın var? Adam demişdin. Yox, mən o İbrahim müəllimin yaşıydı. Hayda. Hani o İbrahim Bey'inde almıştı siz dediğiniz. Yazın onları da sorun. Bilmez İsmail Kat dediniz ha. Ben de ses attım başkasının neyse saniye okudu daha yazma. Təbii ki. Dönüm müəllimdir. Ölçüləri keçin də onda. Uşaqlar, oturun. Bir də ölçüləri keçin, sonra tapşırıq yazacaqsınız. Gözlə, gözlə, gözlə. Gözlə deyəcəm indi. Uşaqlar, basmaydı. Nə? Basmay bazardı. Bizim dörde koyuyor, bir yaptığın başlıyor. Ben bu harap olmayacaksın. Bu 10 dakika yandım. Oydu. Deməli, belə dərs keçməyə girməyə gəlir. Mən açıqladım. Ne edəcək? Baxın da. Ben bilim sökemeye koydum. Kim vurmaq istəyir onda? Yok. Ben olmaz. Danıştık da bastı. Akil, nə qədər siz danışın. Nə qədər danışırsa o qədər sizə qalacaq. Deməli, uşaqlar, bizdə TSS-də ölçü vahidləri var. Müxtəlif ölçü vahidləri var. Background color red verirəm. Ölçü verməmişəm deyə görsənmir. İlk öncə başlayaq. Hamının bildiyi ölçü vahidi. Pixel. Pixel bak. Veyahut da paylaşmayın. Və ölçü vahidləri iki yerə bölünür. Var absolut ölçülər. Absolut. Absolut. Var relativ ölçülər. Sən niyə düzdür yanmırsan? Buraya baxdığımız Əlimi göstər oradan. Var sonra relativ ölçülər. Bunlar müxtəlif yerə bölünür. Piksel, ilk öncə başlayaq pikseldən. Piksel absolut ölçüdür. Nə deməkdir? Absolut deməkdir ki, ekran ölçüsünə uyğunlaşmayan ölçülərdir. Nə deməkdir bu? Deməli, biz nə deyirəm ki, 300 piksel ya da ki 600. Dən height verək. Bax, mən bazalaşdırdıqca ekranı. Yox, fikir ver, aşağı scroll etməyə gəlir. Bu sayt üçün yaxşı bir şey deyil. Nə olmalıdır burada? Burada mən ekranı bazalaşdırdıqca bu da bazalaşmalıdır. Bazı oldu değil mi? Bazalaşmadıq. Yaxşı, onun fərqini gəlin belə göstərəndə sizə. Burada bir dənə yazı yazaq. Burada deyək ki, text align right. Bax, yazı burada düzdür. Bax, yazı gəldi. Yazı qaldı onun arxasında. Aşağıdaki neylerine görsün. Hə, bu yaxşı bir şey deyil. Əslində bu da bazalaşmalı, o da gəlməlidir. Ben oturardı da ben kılacağım. Heç olmaz. Allah. Heç olmaz. Keşke buna göre. Nə qədər siz danışın. Mən heç problem yox, oturmuşam. Mən də danışıram çıxardım. Hadi böyle vereyim de. Yes. Ben de bilet yersin transferde. Bütün ölçüleri danışıram. Ders veriyorum. Piksel aydın oldu. Ben. Meni gələk santimetrə. Sınır. Yazıram 3 santimetr. Bizi. Və yaxud da ki 10 eləyək. Yo metinler bu kompleks metin. Ekrana tutacaq belə deyil. Bax,
Nə qədər vermişəm? 20 sm boyundadır bu dəqiqə. Mən ekranı balacalaşdırıram. Balacalaşır. Deyir bəli. Və ona görə bu da santimetrdə absolut ölçü vahididir. Aydın oldu? Siz santimetrdən çox istifadə edilməyəcəksiniz. Yoxsa var? Var, millimetr. Göstərəcəm. Nə qədər siz kimi? Nə qədər siz? Yox. Yoldaşlarına nə vaxt sakit deyən onda oturarsınız. Bundan mən yoldaşım deyil, mən tək. Video ekləmədi hə? Millimetrdə bax, absolut ölçü vahididir. Sonra nə var? Pıtırdan pıtır. Bunları göstərməyəcəm. Bunlar ehtiyac yoxdur. Bəli. Absolut ölçü vahidləri sabit qalır. Ekran ölçüsü uyğun dəyişmir. İndi gələk relativlərə. İnç. Bunlar ehtiyac yoxdur, onu göstərmirəm. İstəyən kesim sual verim bundan. Hə, yaxşı. Gələk indi nəyə? Gələk faizə. Mənim ekranım faizdir. 100%-dir hal-hazırda. 100% yazsam nə olacaq? Ekran boyda olur. 100% yazsam, ekran da boydadırsa o boyda tutacaq. Və gəlib ekranı balacalaşdırsam, görəcəm ki, bax, Azaldı. Yenə həmən iş. həmən kim olmadı. Aşağı scroll yarandı. Yox. Salam yazısı gəldi bura. Baya gəlmirdi. Gəldi. Faiz, O faizi dəyişir onu. Faizi dəyişir onu. ay faizi dəyişir. Bax, hal-hazırda nə qədər tutur? Ölçüsü nə qədərdir? Yox. Bax, yazılıb orada. 464. 20-yə. Böyüdürəm. Nə qədər də ölçüsü? 909. Ay sağ. Amma ki bu pikseldə sabit qalır. Nə göstərim pikseldə? 600 piksel. Düzdür? Ölçüsü nə qədərdir? 600. Eləyim ki. İndi nə qədərdir? Fazlalaşmır. Fərqi odur. Faiz də aiddir relativ ölçü vahidinə. Relativ nədir? Ekran ölçüsünə uyğunlaşan ölçülər. Aydın oldu? Onda belə ən sorulur proqram. Proqramlaşdırmada. Bəli. HTML CSS proqramlaşdırma dili deyil. Bir işaret. Şərabə dildir. Biri nədir? Gəl Avstraliyaya. Mən oturmuşam. Ya. Nə vaxt sakit yanarsın onda? Gözümdə yaşamışım. Ağlama. Zərər. Ne edirsən sən? Ver bura. Mən bilmişdim. Ben de sigaranı vereyim. Farkında mı kontrolüsü? Başa düşdünüz? Evet. Əla. İndi gələn nəyə? Benim o hayırlısı diyebilirim. Sessiz verseydim ben. Danışın. Mənim Benim 10 bildiğime HTML işaretleme dili CSS neydi ben? Onu sən bilməlisən, mən bilməli deyiləm. Kod dili değil. Sakit, bura baxın. Oturun. Yenə də durmaq istəyirsiniz. Durmaq istəyirsən? Aydın oldu bu ölçü faiz. Baxın. Faizdən sonra var VH var və VW var. Açıqlar nədir bunların? VH adlanır view height. VW adlanır view width. Nə deməkdir? Bax, mən gəlirəm bura. Bizə. Yazıram 100 VH. View width. VW width'indir, VH height'indir. Yaxşı, yazıdan çıxarmayın onu. Ben Ha, kesin. Bax, VW, yəni view width. View width width'indir. View height ama VH height'indir. Başa düşdünüz? Yəni şey yapma. Bax, nə yazmışam? VH. Şey yapma. VW daha doğrusu. Bax, yenə də balacalaşır ekran. Yəni relativ ölçü vahididir. Düzdür? Ay, sağ ol.
Faiz. Çek faizini sor. Yazıram bura 100 VH. Hayta. Ne olacaq sizdə? Aşağıya da var. Bütün ekran tutacaq. Çünki mən ne demişəm? Bu da Ekranı hamısını tut. Bu da 200 var. Yo 200 yaxsan çölə çıxacaq. Bax, Ekrandan sonra çıkıyor. 2 ekran boydadır uşaq. 100 üstə ya 100. 2 ekran boydadır uşaq. Sual var. Değil. Onu ben tıkı faizine inceledi. Oxuyur. Onu faizi tuttum. Faiz daha yaxşı. Ben şimdi bu Bəli. nasıl ya 100 faizi Bura faizdə heç olmayacaq. Niyə? Nə olub? Sual verərsən. Aydın oldu? Yaxşı. Sonra gələk nəyə? Bu REM-dir, M-dir uşaqlar. Bunları mən sizə font size-ları keçəndə göstərəcəm. Yaxşı? Bunlar ən çox yazı üçün istifadə olunur. REM-dir, M-dir. Yaxşı? Budur. Hə? Bax, məsələn, saytım var. Saytım var. Ekran bazlaşanda yaz da bazlaşmalıdır. Ha elə. Onun üçün istifadə olunur. Tapşır verin. Yaxşı. Sual var. Vaxt qutarır. Burada tam dışı var ki. Usta bir dənə qəşəng tapşırıq verim 17 dəqiqə. Yo. Tam niyə yapsınız? Niyə yapsınız tam? Yo. 17 dəqiqə isə çatdırmarsınız siz. Tapşırıq verin ki. Hə, nə bax? Bax, deməli nə düzəldəcəksiniz? Bir dənə yuxarıda divimiz olacaq. Bu div olacaq qırmızı rəngdə. Qırmızı rəngdə bir dənə divimiz olacaq formada. İçində yazı olacaq ortada. Hə. İçində yazı olacaq və burada nə olacaq? Burada bir dənə div olacaq. Yox, burada bir dənə div olacaq. Bu divin background olacaq. Liner gradient. Yəni istədiyiniz rəngdən istifadə edə bilərsiniz. Yaxşı? Sonra bir dənə div olacaq burada. Bu formada. Uzun. Bunun background olacaq. Backgroundu image olacaq. Şəkil olacaq background. Sonra biz öyrəndiklərimiz var idi ya. Background size, background repeat. Kol verin aslında yazın. Elə burada yazırdın. Ha. Background size cover. Orada yazırım. Background position. Bunları istifadə edəcəkdir orada. Bu boyda olması var. Yox, bu tərəf. Bu boyda olsun. Ona çeşitli. Ay, sağ ol. Sonra nə olacaq? Sonra nə qoyaq? Sonra burada bir dənə yazımız olsun. Oraya. Bir dənə yazı olsun belə. Hə. Yazı bu formada. Ya sayt göstərin. Nə sayt? Evet. Yok yok. Ipson. Qazaq Ipson. Qazaq Ipson. Bax, burada bir dənə belə yazı olacaq. Kimse yaptı. Yox. Burada bir dənə belə yazı olacaq. Aydın oldu? Ya. Və yazının da arxa planı olacaq gradient. Ne? Yazının arxa planı. Grande. Gradient. Radial gradient olacaq. Yaxşı. Ben de tapşırdım. Ben Arxa planı, hə. Şimdi özüm seçiyorum. Hani Discord'dan da biraz zahmet olmasa. Yox, Telegram atacağam. Annem Telegram'dan da işte ya. İkinci rəqs. Sırf bu. Silmiyor. Bayağı nedir şey. İlkdən də sonra. Bax. Bax, buradan ox qoyuram buna. Yəni, bilin də buna aiddir, yaxşı? oldu. İşte yaptım. Bax, deyin. Açın. Abi bunların burada bir kanalda kitapları yok. Yox, yenə var. İndes bitsin bir dənə göndərəcəm. Ha? İstəsiz onu da qoyun. Baxın. Yenə göndərəcəm. Şimdi buna en çok okşatan bir şey. Ən belə kreativ, ən çox oxşadan. Oldu. Bir tapşırıq bura atıram. Discord'da da atıram uşaqlar, Telegramda da, yaxşı? Hardan görürsünüz? Ana katerasını. İki yerə də attım uşaqlar. Hardan sizə götürün.